Gəlin sizə gənclərin inanc məsələlərindən, inanc problemlərindən danışım biraz. Dünən sonuncu konsultasiyaya gələn qız mənə biraz təsirləndirdi açığı. Üzdü məni əslində. Həddindən artıq aqressiv, valideynlərinə nifrət edən, valideynlərdən qaçmağa bəhanə axtaran, gözümün qarşısında anasını acılayan, acı cavab qaytaran, sözünü kəsən bir uşaq idi. Amma mən uşağı qınamadım çünki valideynin də ciddi problemlərini elə oradaca, elə qızı ilə münasibətdəcə gördüm. Və elə bilirsiniz, tərbiyənin böyük bir hissəsi əməllə də aydın məsələdir. Amma zaten valideynlər əksər hallarda əməli olaraq da belə yüksək mənəvi salam yüksək mənəvi dəyərlərlə yaşamırlar. Elə uşaqları elə maddiyyata əsasən mənəvi dəyərlərdən uzaq həyata alışdıran, beyinlərinə bu cür zehniyyətin yaranmasına səbəb olan da elə əsas zaten valideynlərdir. Çünki özləri zaten hansısa bir ruhani mi deyim, mənəvi deyim, həyat yaşamırlar. İnanca gəlincə isə güya orta yaşlı əhalimizin neçə faizi müsəlmandır ki, inanc olaraq deyə bilərik müsəlmanıq. Kafa olaraq hələ heç mən əməli zadı qoyuram qırağa davranışı filanı. Biz ümumiyyətlə nə qədər anlamışıq İslam dinini, nə qədər ona yaşamağa çalışırıq, ona sarılırıq, Allahın kitabına. Təbii ki, bu söhbətin burada qınağım, tənqidim daha çox özünü müsəlman hesab edən insanlaradır. Yəni, valideyn özü deistdirsə, agnostikdirsə, ateistdirsə, nə bilim, ümumiyyətlə dini inancdan tamamən uzaq biridirsə, uşağın da acır olmağı hardasa anlaşılan ola bilər. Amma bizim orta təbəqə özünü müsəlman sayır əsasən, böyük faizlə, yeniyetmələrdən fərqli olaraq. Yeniyetmələrin elə bilirsiniz ki, çoxu müsəlmandır. Xeyr, müsəlman deyirlər. Yeniyetmələr İslamdan qaçırlar, çünki ortalıqda bir İslam yoxdur. Bax, elə məsələ də mövzu da budur. Yəni, bugün gənclər, yeniyetmələr İslam inancını tərk edib əsasən deizmə yönəlirlərsə, bunun ən böyük günahkarı elə özünü müsəlman hesab edən insanlardır. Şəxsən mən də özümdən müəyyən bir pay görürəm burada. O da özümə məxsusdur. O şeylərə çox detallı açıqlamayacağım. Yəni, bu dəyərlərin təbliğ olunmasında nə qədər potensiyalıma uyğun davranıram. Baxın, mənzərəyə baxın, görün, nə gözəl. Nə qədər potensiyalıma uyğun davranıram, düşünürəm ki, çox da yox. Bax, bu da mənim bir payım olsun. Amma ümumən zehniyyət olaraq, bax, burada qəşəng ufrad olacaq. Hoppandıq. Yox, çox da elə ekstrem bir şey olmadı. Zehniyyət olaraq biz hələ İslam əməllərini, davranışını bir yana, zehniyyətini hələ dərk eləməmişik. Ümumiyyətlə, İslam nədir? Ümumiyyətlə, Allah necə bir varlıqdır? Necə deyəndə, zati sifətləri ilə yox, təbii ki. Burada uçmuş yollar var, ehtiyatlı olmaq lazımdır. Ümumiyyətlə, Allah niyə din göndərir? Necə bir din göndərir? Bizdən nə istəyir? Tələbləri, gözləntiləri nələrdir? Nədir bütün bunlar hamısı? Ən böyük problem yedirəm, müsəlmanlar özləridir. Müsəlmanlar müsəlman deyil əslində, problem arasında. Yəni, müxtəlif bölünmüşük, hərə bir təriqətə, məzhəbə, hərə bir hava çalır. Bu ən böyük problem elə budur. Hər kəs ancaq, Allah elə Quranda dediyi kimi, dini diri firqələrə bölürlər və hər kəs öz firqəsinə sevinir. Baxın, gör nə gözəl, necə net, necə dəqiq izah edir Allah Teala. Baxmayaraq ki, hələ heç onu, o ayət nazil olanda hələ İslam dini heç firqəyə də bölünməmişdi. Amma bu ayət göstərir ki, bütün insanlar, bütün inanclı insanlar, hər peyğəmbərin davamçısı, ona iman gətirəni elə dinini firqə etməyə, parçalamağa və ancaq öz firqəsini həmin dindən hesab etməyə meyillidir. Əslində isə dərinə getsə heç bir firqə həmin o dindən deyil.
Məhz firqəsizlik o dinləndir. Belə maraqlı mənzərədə söhbət açmışam, dindən danışıram. İndi bu uşaqlar, bu yeniyetmələr, gənclər harda belə aydın insanlar gördülər, intellektual, mənəvi baxımdan, hər yöndən işi gücü olan, ağlı zəkası yerində, dəyərlərə ciddi mənada sadiq və zəki insanlar deyək. Harda belə nümunəvi insanlar gördülər ki, onlardan qaçdılar və dedilər, yox, bu İslamdan, müsəlmandan bir şey gördülər və dedilər ki, belə bizimki bulardır, tərsinə danışacaqdım az qalıb. Yəni, görməyiblər deyənə qaçırlar ki, o Sabirin şeiri kimi. Harada müsəlman görürəm, qorxuram. Yəni, tam da bu. Bax, bu dəqiqədə vəziyyət elə dəyişməyib. Elə 150 il əvvəl nə idisə, müsəlmandan qaçır cəmaət. İndi burada biz başqa dinləri və yaxud da tutub Yahudini tərəfiyyəsi deyilik. Böyük fitnələrin başında Siyonizm dayanır, Siyonist Yahudilər dayanır. Bütün Yahudilərə aid deyil. Sağlam, inanc, düşüncəli, ədalətli Yahudilər zaten Siyonizmi və İsrail dövlət olaraq qəbul eləmirlər. Nəysə, çox o tərəfə getməyə, o da başqa mövzu, ona başqa vaxt danışarıq. Gənclər nümunə görmürlər İslamdan. Gənclər nümunə görmürlər. Dünənki uşaq dedi ki, mən deistəm. Deməli, bunun tiplərlə əlaqələndirəcəm indi. Şəxsiyyət tiplərlə. Burası səhv eləmirəmsə Namazgah kəndi olmalıdır. Dünənki qızın şəxsiyyət tipi deməli, macəraçı idi. Macəraçı kimdir? Biraz içə dönük, introvert, praktik zəkalı, yəni elmi, fəlsəfi zəkalı olmayan, daha çox həyata və təhsilə də praktik yanaşan, duyğusal və axtarışçı, dağınıq, kreativ. Bu 4 dənə şey birləşəndə buna şərti bir ad olaraq macəraçı deyirlər və düzgün ad qoyublar. Çünki bu insanlar həqiqətən macəra pərəst olur. Mənim də tipajım kifayət qədər macəra pərəstdir. Tam da bax elə yerinə düşmüşkən gördüyünüz, izlədiyiniz bu mənzərələrdən görünür ki, mən də macəra xoşlayanam. Düzdür, indi görüşməyə getdiyim Ayaz Kara qədər macəra adamı deyiləm, amma mən daha çox təhsil işlə məşğulam deyənə onun qədər işim tam da ekstrem plan belə şeylər deyil. Bu maşın olmasaydı yaxşı olardı, mən biraz daha sürətli hərəkət edərdim. Eybi yoxdur, danışırıq. Biraz da diqqətimi söhbətdə deyənə çox da şey eləməyək. Çox sürət qaldırmayaq. Amma toz torpaq yaxşı olmadı. Motomu yumuşdu. Biraz məsafə verim arada. Yəni bu macəraçılar ümumiyyətlə istəyir yeniyetməsi, istəyir gənci, istər 30-larda, 40-larda deizmə meyillidirlər. Amma sürməramlılar hansı ki onların intuitiv versiyasıdır, yəni fəlsəfi düşüncəli, biraz daha çox. Sürməramlılar da deizmə meyillidir. Ümumiyyətlə intuitiv düşüncəli və dağınıq insanlar inancları, ənənələri, stereotipləri sorğulamağa daha çox meyillidirlər. Mən də onlardan biriyəm. Ona görə zaten ənənəvi inancda deyiləm, amma müsəlmanam, Allaha həmd olsun. Macəraçılar fəlsəfi zəkalı olmadıqları üçün onların dindən dönüşü adətən səthi mühakimələr, səthi belə deyək, tənqidlər, etirazlar, bəyənməməklərdən dolayı yaranır. Çox da fəlsəfi dərinliklərə getmədən, mövzunun dərinliklərinə varmadan, hansısa bir araşdırma eləmədən sadəcə nəfslərinə o cür xoş gəldiyi üçün, başqa cür desək, o cür sərf elədiyi üçün. O cür sərf elədiyi üçün, burada biraz sürəti artıraq. İslamdan uzaqlaşırlar. Çünki İslam hətta evdə, eşikdə, çöldə, bacada sağlam bir İslam görməsələr də əsasən səbəb bu olmur əslində. Bu bir bəhanə olur. Özləri biraz nəfslərinə düşkündürlər. Çünki deizmdə ümumiyyətlə bir hansısa bir məsuliyyət, hansısa bir nəyisə əməl etmə falan belə şeylər yoxdur. Sadəcə Allah var. Yəni Allah həyata, dünyaya toxunmayan bir varlıqdır, yaradıb qoyub qırağa. Kim necə istəyir yaşasın. Bax, belə bir ahirət anlayışı falan da yoxdur. İndi deizmdən çox danışmayacağım. Amma vaxt qalsa danışacağım.
Mənə görə ən məntiqsiz inancdır deizm. Hətta ateizm və agnostizm ondan daha məntiqlidir. Oh, bax mənzərə budur. Sevdiyim mənzərə budur. Burada bir dayanıb şəkil çəkdirməsəm olmaz. Bir dəfə də burada şəklim var. Birini də çəkdirək. Baxın, gözəlliyə baxın. Gedim yoxsa qalım çəkim. Ya burada şəklim var, əslində gedirəm. Getdim. Deizm ona görə məntiqsizdir ki, deizm Tanrını qəbul eləyir, amma Tanrının bu boyda kainatı yaratdığını qəbul edib, amma bu kainata bənzər və yaxud da bu kainatın içində hansısa başqa bir həyat yarada biləcəyini düşünmür, qəbul eləmir. Deizm Tanrını, Allahı qəbul edir, amma Allahın bu qədər əzab, əziyyət, amma şərəflə yaşayıb ölən insanlara hansısa bir rəhmətlə qarşılayacağı, mükafatlandıracağını düşünmür. Deizm Allah'a qəbul edir, amma bu qədər şərəfsizlik eləyib. Bax, yola bax, görünən. Qayaları görürsünüz necə uçub. Amma bu qədər şərəfsiz həyat sürüb, heç bir cəza almamış, normal keyf içində yaşayıb, ölüb gedən insanların heç bir cəza ilə qarşılaşacaqlarını düşünmürlər. Deizm Allahın hikmətini də inkar eləyir, çünki axirət həyatı yoxdursa, deməli Allah çox mənasız bir iş görür. İnsanı yaradır və ona əbədi yaşamaq istəyi verir. Sonra da anidən hansısa bir yaşda, 5 yaşda mı, 15 yaşda mı, yoxsa 75 yaşda mı həyatına son qoyur. Turistlər bəyəniblər deyəsən buralara. Bax, buralarda gedə-gedə vlog çəkmək həqiqətən özü bir xoşbəxtlikdir də, həqiqətən. Həm də olsun Allaha. Tam da elə mövzumuz ruhani mövzulardır. İnşallah ki, ümid edirəm kamera sönmüş deyil. Yox, işləyir. Daha doğrusu mikrofon sönmüş deyil. Elə olsa heyif olar bütün bu söhbət. Anasına da dedim uşağın ki, deyirəm ki, yəqin ki, sonra ağıllanıb deyirəm ki, macəraçılar adətən qayıtmırlar deizmə keçəndən sonra. Ola bilir bəzən, mənim müşahidələrim göstərir ki, daha çox digər intuitiv zəkalı insanlar deizmə meyl edirsə, 20-lərdə, 30-larda təzədən qayıdırlar. Çünki onlar ümumiyyətlə daim sorğuluyurlar, düşünürlər, təfəkkür edirlər və bir yerdən sonra özləri də məsələn düşünür ki, burada nəsə məntiqsizlik var, sadəcə bir yeniyetməlik trendi ona uyub sanki yönəlmişik. Bax, mənzərəyə bax, gözəlliyə bax, Allahım. Bu qədər gözəlliyi yaradan Allah vaxtdan da yerinə düşür. Yəni bir cənnət yarada bilməzmi? Nə qədər insan məntiqsiz olmalıdır bunu iddia eləmək üçün. Ya bunu kökündən inkar elədin, ateistəm ya da agnostikəm. Maraqlı deyil mənə, var yoxdur. Amma yəni bu gözəlliyi yaradanı qəbul edib bundan daha gözəl bir şey yarada biləcəyini və yaxud da təkrar insan yarada biləcək, insanı heç nədən yaratdığı halda təkrarən xəlq eləyəcəyi, yaradacağını necə inkar etmək olar axı, əziz insanlar. Uşaqlar inancını itirdiklərinə görə həyat fəlsəfələrində ciddi boşluq yaranır. Mövzum budur əslində bugün. Həyat fəlsəfələrində ciddi boşluq yaranır və bu onların davranışlarına, həyat tərzlərinə, seçimlərinə, zəhmətkeşliklərinə bir mənalı şəkildə təsir edir. Bir mənalı şəkildə. Çox təsir edir. Hansı ki, sağlam inanc həqiqətən insanı zəhmətə, çalışmağa, təhsillə bağlı olsun, ya fiziki olsun, zehni olsun, mənəvi olsun, fərqi yoxdur. Daim çalışqanlığa, əsl offroad budur bax. Motomu arada bir offroada salmalıyam, çünki bu offroad motosikletidir. Möhtəşəm. İnancları olmadığı üçün bütün həyatları korlanır, həqiqətən. Deyirəm ki, yəni məsuliyyətdən qaçmaq üçün deist olmuşsan da, deyir, niyə məsuliyyətim olmalıdır ki? Nə istəyirəm, eləyirəm də. Nə istəyirəm, eləməliyəm, eləyə bilərəm. Bu düşüncədədir uşaq. Bu da çox böyük təhlükədir. Həm onun özü üçün, həm də elə insanlar üçün.
Söhbətim biraz uzun oldu amma məncə maraqsız olmadı. Xüsusilə də gənclər üçün məncə valideynlər də dinləyib bu mövzularda biraz daha həssas olsalar, özləri də mümkün qədər inanc məsələlərinə biraz daha ciddi yanaşsalar, sarılsalar, başqa cür həyat yaşamış olarlar. Daşırıq da biz ümumiyyətlə ölkə, xalq olaraq çox da belə dinə yaxın bir xalq deyilik əslində. Dinə yaxın olanlar da bir cür problemdir. Mühafizəkarlıq, xurafatçılıq, hər şey var. İşte aha, belə danışa gəldik, çıxdıq gözəl lahıcımıza. Lahıc, həmd olsun. Aha, girişdə də elə, hoppa, gəldik, çıxdıq düz Ayaz bəyin kvadrotsiklları və mototsiklinin yanına. Elə burada da saxlayaq. Möhtəşəm. Aşmaz burada. Yox, aşmaz da bəşdir. Yer bəkdir. Salam əleykum, xoş gəldik. Necə çıxırdıq? Salam. Necəsən? Sənin adın nədir? Siyah motor. Salam, xoş gəldik. Hə, sənkindən də, sizinkindən də. Sizinkindən deyirəm. Hə. Hə, çəkiliş də gedirdi, elə kakraz yerinə düşdü, söhbətin qıtaraqlarında girdim lahaca. Dedim tam da. Bax, ekstrem kamp yaşamaq istəyənlər gəlsinlər, bu gözəllikləri tatsınlar.